Azərbaycanda ictimai nəzarət daha güclü olmalı, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu sözləri deyən Prezident İlham Əliyev ölkədə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə göstəriş verməklə yanaşı, bu mübarizədə vətəndaşları da fəal olmağa çağırdı. Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır. Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetində verdiyim tapşırıqlar yerinə yetirilir və mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident administrasiyasına və digər müvafiq qurumlarına, yerli icra hakimiyyət orqanlarına məlumat versinlər ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq. Prezident İlham Əliyevin imzaladığı fərmana uyğun olaraq yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta törətmiş şəxslərdən sürücülük vəsiqəsi yalnız inzibati xətalar məcəlləsində nəzərdə tutulan hallarda götürüləcək. Bundan başqa yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilən inzibati xətalara görə cərimələr yalnız bank və ya plastik kart vasitəsilə ödəniləcək. Bütün bunlar isə vətəndaşlardan əlavə vəsaitin alınmasının qarşısını almaq məqsədi daşıyır. Çox gözəl addımdır, lap əladır. Korrupsiya, rüşvətin qabağı alınır da belə. Yeni yaradılan saytda korrupsiyaya qarşı mübarizəni gücləndirmək məqsədi daşıyır. Sayt vasitəsilə vətəndaşlar hər bir dövlət orqanı tərəfindən tələb edilən qanuni rüsumun və cərimənin məbləği barədə asanlıqla məlumat əldə edə bilərlər. Saytdan istifadə etməklə vətəndaşlar tələb olunan ərizə və anketləri çap edə və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edə bilərlər. Saytda dövlət orqanlarının ünvanları, telefon nömrələri və elektron poçt ünvanları da təqdim olunub. Bu sayt yaxşı saytdır, bizə lazımdır. İndi Allah qoysa cəmaat müraciət eləyəcək, onsuz da. Bu müraciətlərə baxmaq lazımdır. Bugün baxdım, bəzi çox maraqlı məsələlər var burada. Mən hesab edirəm ki, bu Azərbaycan xalqı üçün gərəkli bir məlumatlar vardır. Saytda həmçinin daha çox istifadə edilən sahələrdə müxtəlif kalkulyatorlar da vardır ki, bununla lazım olan rüsumu dəqiqliklə hesablamaq mümkündür. Rüsum az saytında bir sıra kalkulyatorlar vardır ki, bu kalkulyatorlar vasitəsilə dövlət rüsumunu dəqiq müəyyənləşdirmək mümkündür. Məsələn, nəqliyyat vasitələrinin texniki baxış və gömrük tarifləri, pensiya kalkulyatoru və vergi kalkulyatorları vasitəsilə dəqiq tarifləri müəyyən etmək mümkündür. Məsələn, nəqliyyat vasitələri üçün texniki baxış kalkulyatoru bölməsinə daxil olunur. Burada mühərrikin həcmini qeyd edilir. Məsələn, tutaq ki, mühərrikin həcmi 1600 kubmetrdir. Hesabla düyməsini basırıq və məlum olur ki, texniki baxış rüsumu 26 manatdır. Avtomobil tarifləri üçün gömrük rüsumları bölməsinə daxil oluruq. Burada yeni və köhnə avtomobillər üçün olan bölmə vardır. Yeni avtomobilə məsələn giririk. Avtomobilin alınma qiymətini 40 min manat qeyd edəriksə, mühərrikin həcmini 3000 kubmetr götürəriksə, burada gömrük rüsumunun 8425 manat 62 qəpik olduğu müəyyən olunur. Saytda həmçinin tarif və rüsumlar, dövlət orqanlarına müraciət, qanunvericilik bölmələri vardır ki, bu bölmələrə daxil olmaqla vətəndaşlar onlara lazım olan məlumatları əldə edə bilər. Dövlət orqanlarına müraciət bölməsinə daxil olmaqla bütün nazirliklərə və komitələrə üzləşdikləri korrupsiyaları ilə bağlı müraciət etmək mümkündür. Tutaq ki, vətəndaş şəxsiyyət vəsiqəsi almaq istəyirsə, ona lazım olan sənədlər və rüsum haqqında asanlıqla dəqiq məlumat əldə edəcək. Qeyd edək ki, Rüsum Az portalının yaranmasında məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə töhfə verərək bu sahədə vətəndaşların fəallığını artırmaqdır. Portaldan ölkəmizdə olan xarici vətəndaşların istifadə etməsi üçün ingilis dilində də versiyası hazırlanıb. Elçin Mirzəyev, İlqar Abdullayev, 1-ci kanal.